Yeni video registratorlar qurlaşdırılır bu formada, onlayn müşahidə. Müştəri ilə sürücü arasında olan danışığı bütün yolu oradan birbaşa müştərini izləmək və yaxud da ki, kimsə yoldaşını, bacısını, evladını göndərirsə, valideyninə göndərə bilər, birbaşa canlı izləyir. Həm salonu izləyir, həm yolu izləyir, müştəri sürücünün necə sürdüyünə nəzarət edə bilir. Əlavətən, bu Bolt platforması tərəfindən də konkret onlayn 7/24 izlənilir. Sürücülərin də diqqətinə ki, burada müştəri ilə aranızda yaranılan hər hansısa bir konflikt zamanı sadəcə Bolt agent sözünü deyərək həmən onlayn şəkildə üçüncü bir tərəf, Boltun rəsmi nümayəndəsi artıq sizdən danışıq eləyir. O içərini görə sizə qulaq asasa, sizə başlayıb cavablar verməyə. Müştəri sizin haqqınızda hər hansısa bir yalan bir məlumat versə, orada geri sarırlar özləri avtomatik olaraq. İçəridə gedən danışıqlar, hərəkətlər, əl-qol hərəkətləri, təkliflər, hər bir şeyə diqqətlə baxılır və yerində cavab verilir. Əgər müştəri yalan deyirsə, müştəri haqqında tədbir görünür, sürücü yalan verirsə, sürücü haqqında tədbir görünür. SIM kartla daxil olunur, aylıq internet ödənilir, fərdi hər kəs də qoşula bilər, ortalama 30 manat civarında bir şeydir. Aylıq 30 manat ödəniş edirsən və istifadə edirsən. Video müşahidə kateqoriyası açılır, ancaq video müşahidə kateqoriyası istifadə eləyən həm sürücülərin, həm də müştərilərin xidmətindədir bu. Və bu formada ofisdə Boltun əməkdaşları tərəfindən avtomobilin içərisində olan hazırda canlı şəkildə nə gedişat getdiyini Bolt əməkdaşları görür. Avtomobil neçə km/saat sürətlə getdiyini, harada olduğunu, necə maşın rolda sürdüyünü, hər bir şey burada tam şəkildə qeydiyyat olunur.